Hörmətli izləyicilər, yadınızdadırsa, 20 nömrəli məktəbdə 8 idi yoxsa 9 dekabrda qəflətən enerji təminatı dayandırıldı. Bu da müəyyən bir panikaya səbəb oldu. Yəni şagirdlər, müəllimlər demək olar ki, tam şəkildə özlərini idarə edə bilmədilər. Mən bir video müraciətlə çıxış etdim, təklif etdim ki, məktəblərdə, ümumiyyətlə, yəni məktəblərdə qəza çıxışları, məsələn, blok olunmamalıdır. Bu barədə müəyyən təlimlər aparmaq lazımdır. Həm şagirdlərə, həm məktəbdə işləyən, çalışan personala, yəni ki, mühafizəsindən tutmuş müəllimlərə kimi. Gedək indi biraz irəli. Dekabr ayın 18-i mənim oğlum da bu məktəbdə oxuyur. Uşaq gəlir evə, deyir ki, bizə artıq dərslər başlayıblar keçməyə, zəlzələdə, müəyyən fövqəladə hallarda, yəni özümüzü necə aparaq? Bilirsiniz, mən bunu çox bir uğur kimi qəbul edirəm. Özü də ki, özüm üçün yox, hələ sizin üçün. Çünki sizin çox sayılı həmən o video müraciətə baxışlarınız olmasaydı, həmən o video müraciəti siz çox sayılı paylaşmasaydınız, yəni ki, bu xəbər gedib yuxarılara çatmazdı. Amma indi görürsünüz də, yəni fakt budur ki, yəni bu cürlə müraciətlər edəndə bunların nəticəsi olur. Yəni əgər kimsə öz uşaqları üçün, öz milləti üçün, öz vətəni üçün nəsə eləmək istəyirsə, bunun üçün mütləq vəzifəli şəxs, deputat olmağa gərək yoxdur. Sadəcə bax, siz gördünüz də, yəni bu şəkildə sizin müraciətləriniz lazımi ünvana çatdı. Mən indi əgər belə bir məsələ baş veribsə, biraz da irəli getmək istəyirəm, sizdən də hamısınızdan dəstək istəyirəm. Mən istəyirəm ki, həmən bu məktəbdə, bax, gördüyünüz kimi də, görürsünüz, bax, toplantı məntəqələr, yəni yerlərdə çəkilsin, xətlənsin və müəyyən siqnallar tətbiq olunsun. Haşan ki, şagirdlər biləcəklər ki, bu siqnal məhz onun üçündür ki, məktəbi tərk eləmək. Və həftədə bir dəfə heç olmasa, yəni təlim şəklində şagirdlərin və məktəblərin həmən o toplantı məntəqələrdə dayanmaqları, yığışmaqları təlim şəklində təmin olsun. Sizə hamınıza dərin təşəkkür bildirirəm dəstəyə görə. Kim bilmir hansı videodan söhbət gedirsə, mən bu videonun aşağısında bir link yerləşdirəcəm. Həmən o köhnə videoya baxa bilərsiniz. Bu qədər qəlbdən qəlbə.